Salam hörmətli şagirdlər, biz bugün 9-cu siniflər üçün növbəti sınağın izahına baxırıq. Birinci suala baxaq, birinci sualda görək bizə nə deyir. Deyir 3 üstü, deməli, burada bizə nə verir? Verib 3 üstü 80, əgər 3 üstü 82. Bax, bu cəmin deyir 10%-ni tap. Bax, biz buradan 3 üstü 80 ortaq vuraq çıxarsaq, qalır 1 üstə gələk 3 üstü 2. Bu da nə edir? 3 üstü 80 vuraq. Bu 3 üstü 2, 9 üstünə bir gəndə neçə edir? 10. Bunun 10%-ni tapanda necə edirik? 3 üstü 80 vuraq 10'un. 3 üstü 80 vuraq 10'u vururuq 10'a, bölürük neçə? 100'ə. Buradan da bu 100'lər bu 10'ları aparır. Bir gözdən 10'lar gedir. Qalır nə? 3 üstü 80. O da olur deməli hansı bənd? O da olur E bəndi olur. Sonra keçdik indi buradan ikinci suala. Bizə nə deyir ikinci sualda? Deyir ki, düz xət üzərində qeyd olmuş 10 nöqtə əmələ gətirdiyi parçaların sayı şuaların sayından neçə vahid çoxdur? Parçaların sayını biz bilirik ki, n vuraq n-1 bölək 2 ilə tapırıq. İndi 10 dənə nöqtədir. Olacaq 10 vuraq 9 bölək 2. Bu deyir neçə? 45. Şuaların sayısı neçə ilə tapılır? 2 ilə. 2 ilə tapılır. N'imiz də 10'dur. 2'ni də 10'a vuranda neçədir? 20. İndi deyir ki, bizə 45 də 20-dən neçə vahid çoxdur? O da 25 vahid çoxdur. Və salam. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik 3-cü suala. Bizə deyir ki, 3-cü sualda A kvadrat üstəgəl 9'un deyir ən kiçik qiymətini tap. Bax, kvadrat olan bir şeyin ən kiçik qiyməti nədir? 0'dır. 0'ın üstündən 9 yəni neçədir? 9. Deməli, onda bunun ən kiçik qiyməti nədir? 9'dur. Bu da olur hansı bənd? B bəndi. Keçdik 4-cü suala. 4'də bizə nə deyir? Veribdir 2/3 kiçikdir nə? Modulda A kiçikdir. Deməli nə? 7/4'də 3. Deyir ki, bu bərabərsizlikdə A-nın ən böyük və ən kiçik tam qiymətinin hansını tap. Biz bilirik ki, moduldan həmişə müsbət çıxır. Ona görə ən böyük biz bura A-nın yerinə 7 yazarıq. Ən kiçikdə nə yazarıq? Elə -7 yazarıq. Düzdür. Bizdən də bunların hansını istəyir? O deyir -49. Bu da olur hansı bənd? D bəndi olur. Keçdik 5-ci suala. 5'də bizə nə deyir? 5'də bizə deyir ki, 83 dərəcə, 17 dəqiqə və 38 saniyəyə qonşu olan bucağı tap. Bunu necə tapırıq? 179 dərəcə, deməli 59 dəqiqə və 60 saniyədən çıxırıq. Bax, bunu çıxırıq. Bu deyir neçə? 22 saniyə, deməli 42 dəqiqə və 116 yox, 96 dərəcə olur. 96 dərəcə. O da olur deməli hansı bənd? E bəndi olur. 5'də də oldu E. Keçdik 6-cıya. 6'da bizə nə deyir? Deyir bərabər tərəfli üçbucağın təmbələrini 5/3 olursa onun perimetrini tap. Gəl biz bir dənə bərabər tərəfli üçbucaq çəkək. Bunu bilirik ki, hər bir bucağın neçə dərəcə olur? 60 dərəcə. Buradan bir dənə təmbələn çəkdik. Bunun da uzunluğu neçədir? 5/3. Biz bilirik ki, burada təmbələn həm də hündürü, həm mediandır. Bura 60 deməli burada nə edirik? 60'ın qarşısındakı düzbucaqlı üçbucaqda 60'ın qarşısındakı katet neçədir? 5/3. Biz bilirik ki, bu həmişə digər katetin kök altda 3 misli olur. Onda digər katet 5'dir. Onda burada 5'dir. 5 neçədir? 10. Onda bunun perimetri 3 sayla tapılır. 3'ü də 10'a vururuq. O deyir neçə? 30 verir. Və cavab olur 30. Bu da olur hansı bənd? A bəndi. Keçdik növbəti suala, 7-ci suala. 7'də bizə nə deyir? Deyir ki, 64'də 144. 144. Deyir, bax, bu kəsirin tam hissəsi ilə kəsir hissəsinin hansını tap. Necə tapaq? Deməli, tam bu qarşı ədədə çevirək. Bu 2/64'də 16 deməkdir. Yəni, bunlar da ixtisar gedir 16. 2/4'də 1 deməkdir. Bunların da hasilini istəyirik. 2 vuraq 4'də 1'i, yəni tam hissə 2'dir. Kəsir hissə 4'də 1'dir. Buradan da bunlar ixtisar getdi. 1, 2 qaldı. Oldu nə? 2'də 1. Bu da nə deməkdir? 0/5 deməkdir. Bu da olur hansı bənd? B bəndi. Keçdik 8-ci suala. 8'də bizə nə verir? A-3'ün kvadratı üstəgəl B-4'ün kvadratı üstəgəlinə 11. Bizə deyir bunun ən kiçik qiymətini tap. Bax, kvadrat olan bir şeyin ən kiçik qiyməti nədir? 0. Bunun da ən kiçik qiyməti 0'dır. Üstünə də 11 gələndə neçə edir? 11. Əgər məsəl üçün orada belə olsaydı A kvadratı çıxaq 3'ün kvadratı. Belə olsaydı yenə bunun ən kiçik qiyməti 0 olacaqdı. Amma məsəl üçün belə olsaydı A kvadrat üstəgəl 3'ün kvadratı. Onda bunun ən kiçik qiymətini 0 götürəcəkdin. 0'ın üstünə 3 gəlib 9, 9'un 0'ın üstünə 3 gələcəkdən 3, 3'ün də kvadratı nə edir? 9. Amma belə olsa A plus 3'ün kvadratı, onda yenə o ikisine bir 0 deyəsən. Bu da belə.
Keçdik bunu dəstə hamısını yəni demişəm. 9-da bizə nə deyir? Deyir ki, bərabər yanlış bucaqda oturacağı bitişik bucaq. Bax, bir dənə bərabər yanlış bucaq çəkək. Bax, deyir ki, burada oturacağı bitişik bucaq neçə dərəcədir? 30 dərəcə. Bura 30-dursa, burada 30-dur. Deyir ki, oturacaq 6-dır, perimetrini tap. Bura 30-30-dursa, onda təpə bucağı neçədir? 120 dərəcədir. Biz bilirik ki, 120 dərəcə, təpə bucağı 120 dərəcə olan bərabər yanlış bucaqda oturacaq yan tərəfin kökatda 3 misli olur. Onda deməli yan tərəf 2 kökatda 3 imiş ki, kökatda 3 misli deyirik 6. Onda perimetri də olur nə? 4 kökatda 3 üstəgəl 6 olur. O da olur, hansı da C bəndi olur. Keçdik növbəti 10-cu suala. 10-cu sualda bizə nə deyir? Deyir ki, çevrənin radiusunu 80% artırsaq uzunluğu necə dəyişər? Tutaq ki, radius 10 imiş, düzdür? Onda çevrənin uzunluğu 2pi ilə tapılır. O deyirik necə? 20pi, düzdür? İndi bunu 80% artırmaq, onun 80% nə edir? 8, yəni 8 artırmaqda olur 18. İndi sahə uzunluq nə olacaq? Deməli 36pi olur. Deyir, indi necə dəyişər? Əvvəl 20pi olanda o mənim üçün nə idi? 100% idi, düzdür? İndi neçə olur? İndi 36pi olur. O da mənim üçün nədir? X faizdir. Çarpaz vururuq, buradan nə olur? 20pi x bərabərdir nəyə? 36pi vuraq neçə? 100-ə. Buradan pi'lər getdi. Buradan 36 ilə də 24 ixtisar gedir. Burada 5 qalır, burada 9. 5 ilə də 100 gedir. Burada 20 qalır. Burada da 1. X də bərabərdir. 9 20'yə vuranda 180 edir. Bir yax 100% idi. İndi olur 180%. Ondan nə olur? 80% artırdı. Bu da olur hansı bənd? A bəndi. Keçdik 11 nömrəli suala. 11-də görək bizə nə deyir? Sürətdə 4'ü ortaq vuruq çıxarsaq qalır x kvadrat minus 16. Məxrəcdən də 14'ü çıxarsaq qalır x plus 4. Burada nə olur? İndi 14 ilə 4 ixtisar gedir 2'yə. Burada 2, burada 7. Bu olur nə? Deməli, burada nə olur? 7 vuraq x minus 4. Burada da deməli nə olur? 2 vuraq, sürəti belə yazar. Bax, x minus 4. Bir də vuraq nə? X plus 4. Buradan da x plus 4'lər getdi. Qaldı nə? 7'də 2 vuraq x minus 4. O da olur hansı bənd? C bəndi olur. Bu da belə. Keçdik 12-ci suala. 12-də bizə nə deyir? Deyir, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 kökatda 3 olursa perimetrini tap. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda daxilə çəkilmiş çevrənin radiusu A kökatda 3 bölək 6 düsturundan tapılır. İndi bu da deməli A kökatda 3 bölək 6'mız nəyə bərabərdir? 2 kökatda 3'ə. Buna məxrəci bir kimi baxsam, bunlar ixtisar gedər və çarpaz vurarım. O da A'mız olar 12. Bizdən perimetr istəyir. O da 3 A'ya əsasən 3'ü vurarım 12. O dediğin neçə? 36. Məsələn. Keçdi indi 13 nömrəli sualı. Deyir, bağını bir pizzanın 8 dilimə bölüb 3'ünü yeyərsə, yəni 8'də 3'ünü yeyir. Yoxsa eyni pizzanın 9 dilimə bölüb 4'ünü yersə daha çox yemiş olur. Bax, bu deyir 8'də 3'ünü yesə, yoxsa 9'da 4'ünü yesə hansında daha çox yemiş olar. Bax, burada görürüm ki, ikisi də düzgün kəsirdir və hər iki kəsirdə məxrəcdən sürətə çıxanda fərq neçə qalır? 5 qalır. Fikir versən. Və belə bir qayda var idi ki, düzgün kəsirlərdə sürətlə məxrəc arasındakı fərq eyni olarsa, hansı kəsirdə böyük ədəd varsa o daha böyükdür. Onda 9'da 4'də daha böyük ədədlərdə digərindən. Onda olur A bəndi. Keçdik digərinə. Deməli 14 nömrəli suala. 14'də bax, burada biz gəlirik bunu şəkil üzərində izah edin. Burada görürüm ki, bax, şəkildə mən nə görürüm? Görürüm ki, bax, M-lə, bax, burada E-nin kəsişməsi nə olub? Üst-üstə düşdüyü yer rəhlənibdir. Fikir versən. Amma K-nın o üst-üstə, M-lə üst-üstə düşdüyü yerə görsən gəlib oranı ağardıqdır. Onda K-nın ağarıbdır, deməli orada sirif çıxardıqdır. Elib ki, orada M-lə kəsişibdir, olan kəsişməsi rəhlənib. Amma K-da gəlib olan kəsişdiyi, üst-üstə düşdüyü yerə gəlib o da üstünə düşdü. Hara düşübdürsə oranda ağarıbdır. Onda K-nın ağarıbdır, çıxıbdır. Bu da olur hansı bənd? B bəndi. Keçdik 15 nömrəli suala. 15'də görək bizə nə verir? O kökatda 27, o 9 vuraq 3'dür. O deyilir neçə? 3 kökatda 3. Üstə gəl 48, 16 vuraq 3'dür. O deyilir neçə? 4 kökatda 3. 75, 25 vuraq 3'dür. O deyilir 5 kökatda 3. Çıxaq neçə?
6 kök altda 3. Bu da edir neçə? 12 kök altda 3 çıxaq 6 kök altda 3. O da bizə nəyə verir? Yəni 6 kök altda 3. Bizdən də bunun tam hissəsini istəyir. Tam hissəsində necə tapırıq? 6 kök altda 3-ün tam hissəsini tapanda 6-nı ilk öncə kökün daxilinə əlavə edirsən, o deyir elə kök altda 108. İndi 108-dən kiçik 108-ə yaxın hansı ədədin kvadratı var? O da deməli 10-un. Bu da B bəndi olacaq. 15 də olur B bəndi. Keçdik 16 nömrəli suala. 16-da nə verib? Bizim məxrəcdə A minus 3, sürətdə də 4A üstəgəl 12. Deyir ki, A-nın hansı qiymətində kəsirin mənası yoxdur. Kəsirin o vaxt mənası olmur ki, məxrəc 0 olanda. Onda deməli A minus 3 0-a bərabərdir. A da nəyə bərabərdir? 3-ə. Deməli A-nın 3 qiyməti olur. Sonra keçdik buradan hansına? 17'ye. 17'de bize ne deyir? Deyir ki, şübhəcanın perimetrinin ala biləcəyi ən böyük tam qiyməti tap. Mən demişdim ki, üçbucağın iki tərəf veriləndə həmişə perimetr o böyük tərəfin iki mislindən, yəni 34-dən böyük olur. Böyük tərəf 17-də onun iki mislini edir 34. Və kiçik olur nədən? Həmin iki tərəfin cəminin iki mislindən. Cəmləri eləyir 29, onda iki mislini edir 58. Düzdür. Perimetrin ən böyük tam qiymətini istəyir, o da edir neçə? 57. Düsturu belə etdə P böyüdür 2B-dən, kiçikdir 2 vuraq A plus B-dən. Bax, bu düstura əsasən. Bu B-nin də yerinə həmişə orada verilən tərəflərdən böyüyünü aparıb yazsan da. İndi 17 böyüyü deyən 17-ni yazdım. Keçdik 18 nömrəli suala. Bizdən x-i istəyir. Həmişə bu cür şəkillərdə mən demişdim ki, ya xəttləri uzatçıla, ya da o kənardakıları cəmlə 140-dan 120-ni edir 260. Aldığın cavabdan da 180 çıx, o derece neçə 80. Deməli x neçəymiş 80 imiş. Bu da belə. Keçdik 19 nömrəli suala. 19-da orada mötərizədə nə verib? 4 bölək 4 üstü mənfi 1. O 4 üstü mənfi 1 4-də 1 deməkdir. Onu müsbət eləməliyik biz həmişə. Ona görə 4-ün tərsi də nədir? 4-də 1. Tərsini yazdım. 3 bölək burada da olur nə? 3-də 1. Bölək 1-də nə verib? Orada 2 10-da 5 verib. O da 2-də 5 deməkdir. Düzdür, vuraq neçə? 0-6, yəni 5-də 3. Bu da bərabərdir. 4-ü 4-də 1-ə böləndə edir 16. 3-ü 3-də 1-ə böləndə edir neçə? 9. Bölək neçə? 2-də 5. Düzdürmü? Vuraq neçə? 5-də 3. Bu da nəyə bərabərdir? 16 ilə 9 neçə edir? 25 bölək neçə? 2-də 5. Vuraq bir də nədir? Vuraq 5-də 3. Düzdür. 25-i 2-də 5-ə böləndə 25-in məxrəci 1 olan kimi baxsaq, bu olur 1-də 25. Vuraq neçə? 5-də 2. Vuraq bir də neçə? 5-də 3. Bu 5-lər bu 25 aparır və sonra 2 ilə 3-ün hasilini neçə edir? 6 edir. Qutardı, getdi. 20-ci sualda bizə nə verib? 20-də veribdir ki, A üstəgəl 2A-da 1 bərabərdir nəyə? 4-ə. Bizdən nə istəyir? A kvadrat üstəgəlib 1 bölək 4A kvadratını istəyir. Düzdür. Burada necə eləyərəm? Bax, burada həmişə belə misallarda hər iki tərəfə ya kvadratı üstət, ya da müxtəsər vurma düsturundan çıxan nəticələrlə işlə. Bu olur nə? A kvadrat üstəgəl 2 vuraq A, vuraq 2 A-da 1. Üstəgəl nə? 2A-da 1-in kvadratı deyil, 4A kvadratında 1. Bərabərdir neçə? 16. Buradan A-lar da gedir, 2-lər də gedir. Onda A kvadratı üstəgəl 1 bölək 4A kvadratı bərabər olur. 16-da bax burada 1 qalırdı. 1-i çıxanda neçə edir? 15. Bərabər olur 15. Cavab olur 15. Keçdik 21 nömrəli suala. 21-də A nəyə bərabərdir? Mənfi 7-yə. Orada nə verir? 8 minus 2A üstəgəl 6. Bizdən bax bunun qiymətini istəyir. A-nı yerinə gətirib nə yazacağım? Mənfi 7. O da olur 8 minus 2-ni mənfi 7-yə vuranda mənfi 14 üstəgəl 6. O da bərabərdir nəyə? O da bərabərdir. Deməli 8 minus burada mənfi 14 ilə 6-nın cəmi bizə mənfi 8 verir. Bu modula görə də müsbət 8 çıxır. 8-dən də 8 çıxanda nə qalır? 0. Məsələn, 21-də də olur cavab 0. Keçdik 22 nömrəli suala. 22-də bizə nə verir? Sürətdə veribdir 4 üstəgəl. Bu 0 tam 4-də 4-ü 9-da 4 kimi yazarım? 9-da 4x. Məxrəcdə də nə olur? 4x minus 1 bərabərdir nəyə? 8-də 3-ə. Bu bizdən də nə istəyir? X istəyir. Bax, buradan çarpaz vuraram. Olur neçə? 12x minus 3 bərabərdir neçə? 32 üstəgəl 9-da deməli neçə? 32x. Düzdür. Bu 9-da 32x bu tərəfə keçirdərəm. 8-də bu tərəfə. O da olur nə? 12x minus 9-da 32x. 9-da 32x bərabərdir. 8-də o tərəfə keçəndə olur 40.
Bu da edir 9-da neçə? 108. 108-dən də 32 çıxanda neçə qalır? Deməli 6, 76x bərabərdir neçə? 40-a. Bu da nə olur? Çarpaz vursaq 40-a məxrəci bir kimi baxır. 76x bərabərdir 360-a. Burada da nə olur? X də bərabərdir. Deməli 76-da 360. Bu da bizə nəyi verir? 4 tam 76-da deməli 10. Deməli 4 tam. Burada hələ düz yazmışıq. 4 dəfə 76 neçə edir? Görün burada nə səhv yazdım. Orada çıxanda deməli çarpaz vuranda görün. Hayda burada 8'i 4'e vuranda 12 yazmışım. 8'i 4'e vuranda 32 edir. Burada 32x'dir. Burada 9'u 32'ye vuranda neçə edir? Gəlin baxaq. 9'u 32'ye vuranda 256 qalır. Bugün tezdən yazım görüm. Bu 4x minus 1'dir. Burada da olur 4 üstə gəlinə 9'da 4x düzdür. Bərabərdir nə? 8'də 3'ə. Çarpaz vuranda nə olur? 12x minus 3 bərabərdir nə? 32 üstə gəl 9'da hədə düz yazmışdım da. Ayda mən burada 3 yazmalıydım. Mən durub 8 yazmışdım. 9'da neçə edir? 32x. Bunu bu tərəfə keçirdirəm. Bunu bu tərəfə. O da edir 12x minus nə? 9'da 32x düzdür. Bərabərdir 35'ə. Bu da edir 9'da 76x bərabərdir 35'ə. Deməli buradan da nə olur? 76x bərabərdir 9'u 35'ə vuranda neçə edir? 5, 315 edir. X də bərabərdir 76'da 315. 76'da 315. Bu da neçə deməkdir? 4'dan 76'da 11 deməkdir. Və sağda qısa budur. Keçdik növbəti 23 nömrəli suala. 23'də bizə nə deyir? 23'də bax bizə belə bir üçbucaq verir. Özdə ABC üçbucağımız düz bucaqlı üçbucaqdır. Buraya yazaq A. Düz bucağın işarəsini qoyuq. Bura B. Burada nədir? C'dir. Və bu da nədir? Orta xəttdir. Burada deməli M'dir. Burada N'dir. Bura deməli bizə verib də AB 16'dır. Bura 12'dir. Burada 20'dir. Bizə nə istəyir? M'in və BC arasındakı məsafəni istəyir. Burada bax bu məsafəni istəyir. X istəyir. Biz buradan hündürlüyü taparıq. Məsafəni istəyir. Düzdür. Hündürlüyü də necə taparıq? 16'nı 12'ye vurup bölərik 20'ye. O A vuraq B bölək C üstünə səsən. O deyir neçə? İxtisar gedir 8. Burada 10. Bu deyir 96 bölək 10. O deyir 9,6. Həmişə yadında saxla ki, bu məsafədə ümumi hündürlüyün, bax bu hündürlüyün yarısı olur. Bax düz bucaqlı, üç bucaqda. 9,6'nın da yarısı neçədir? 4,8. Vəssalam. Keçdik 24-cü suala. Bizə nə verir? X kvadrat üstə gəl 2x, y üstə gəl y kvadrat. Çıxas z kvadrat bərabərdir 23'ə. Bizə nə verir? 2 vuraq mötərizədə x plus y üstə gəl 3z. Bax, bu cəmi tapılır. Bax, bu müxtəsər vurma düsturudur. Yəni, nəyin açılışıdır bu? Deməli, x plus y-in kvadratının açılışıdır. Çıxaq nə? Z kvadrat. Bərabərdir nəyə? 23'ə. Bunu müxtəsər vurma düsturu kimi açsaq, x plus y minus z vuraq, x plus y plus z bərabərdir nəyə? 23'ə. Hansı dəfə hasılı 23 edir? Deməli 1 ilə 23. Onda x plus y minus z-də 1 deyərəm. X plus y plus z-də də neçə deyərəm? 23 deyərəm. Bunları istimalif cəmləsəm, buradan z-lər gedir. 2x plus 2y bərabərdir neçə? 24'də. Buradan da 2'nin ortaxılıq çıxarsaq, x plus y neçə olur? Bərabər olur 24'də. İndi bunları bir dəfədə çıxaram ki, oradan z-də taparam. İkincidən birincini çıxaram. Onda x-lər gedir, y-lər də gedir. Z-dən mənfi z çıxanda 2z bərabər olur 23'dən 1 çıxanda 22'yə. Z də bərabər olur neçə? 11'ə.
Gətir bax burada yerinə yazarım. Bax bu 2 vuraq x plus y-imiz neçədir? 24. Üstəgəl z-imiz 11-dir. 3 sədə vuranda edir 33. 24 ilə də 33-ün cəmi neçədir? 57. Vəssalam. Keçdi indi buradan 25'dir. Həndəsi ortası 4 olan 3-ün altı ədədi verilib. Bu 3 ədədin hasil hansı ədədin kvadratıdır? Deməli, həndəsi ortası 4 olan 3 dənə ədəddir. A, B, C ədədlərdir. Bunların həndəsi ortasını necə tapırıq? Kökün altında vururuq üçündə bir-birinə və kökün dərəcəsi də neçə olur? 3 olur. 3 dənə ədəd olduğuna görə. Bu nəyə bərabərdir? 4-ə. Hər tərəfi biz nə edərik? Kuba yüksəldərik. Onda kubla kök gedir. Onda A, B, C hasili nəyə bərabər olur? 64-ə. İndi bizə deyir ki, bu 3 ədədin hasili, yəni 64 nəyin kvadratıdır? Hansı ədədin? Bu da 8-in. Və sağ olun.